Salam, bugün ülke gündemini 17 yaşlı kızın toydan sonra halının pisləşərək vəfat etməsi xəbəri zəbt edib. Biləkəş kəndinin ərazi inzibati dairəsinin nümayəndəsi Xəqani Xəlilov bizim media saytına məlumat verərək bildirib ki, həmin sakinlər sözü gedən kənddə qeydiyyatda olmalarına baxmayaraq uzun müddətdir ki, Zirə qəsəbəsində yaşayırlar. Və qısa bir müddət öncə ailə qızının hamilə olmasından xəbər tutub. Buna görə də qarşı tərəflə razılaşaraq tez toy etmək niyyətinə gəliblər. Gizlin keçirilən toy oktyabr ayının 28-i saat 13:00-a təyin olunub. Toy başladıqdan cəmi 2 saat sonra gəlinin halı pisləşib. Təcili xəstəxanaya çatdırılanda məlum olub ki, 7 aylıq döl inkişafdan qalıb. Yəni uşaq ana bətnində ölüb, bir müddət sonra isə 17 yaşlı uşaq həyatını itirib. Məsələnin təfərrüatı budur.